hal-hazırda çevrilmişik. Bütün çakraların aktiv olması əvvəlcə arxadan olduğu üçün biz də əvvəlcə arxadan, indisə ön tərəfdə. Burada ağrılar olur. Ama sonra. Bir də belə sual verərlər ki, burada limfalar keçir. Bizim limfalarla qətiyyən işimiz yoxdur. Bayaqda da dedim, yenə deyirəm ki, xanım qızım həkimdir. O işlər özü. Mənim ondan öyrənəcəklərim var. Negativ enerji, sinir gərginliyi, əsəb hara yığılır bu hissəyə? Bu kulüçü deyirlər, bax onun arasına yığılır. Biz onları siqnal veririk ki, sən hazırlaş, birazdan sonra biz çarşalarla işləyib səni qovacağıq.